Gəlin sizə qız zat. Bəlkə qəşəng qız baxdı sizə. Ay Ramin, gəl. Gəl səni evləndirək. Səhər gəldim. Bir dənəsi saxlayıb maşını. Bomboş deyil qabaq. Elə saxlayıb keçəmirəm. Bir dəqiqə gözlədim, 2 dəqiqə gözlədim. Sonra dedim, qardaş, sən məni görürsən də, belə baxırsan. Sən doğrudan başa düşmürsən ki, sən bir də sağa rolu versən, mən keçəcəm də. Yəni, mən də maşınla gəlib. Sən tıxacda qaldın, başa düşdün də, sən belə deyim, tıxacda qalmaqla barışırsan da. Yəni, sən deyirsən, mənə xoşum gəlir. Mən xoşlamıram, bax, tıxacda. Sən niyə mənə minimum şəraiti yaratmaq istəmirsən? Minimumda, mən sənə nə istəyirəm? Mən sənə pul istəmirəm ki. Biraz qabaq verir, mən keçimdə rahat. Belədir də. İnan sən, pis oluram. Belə şey olar. Biz görə bir-birimizə dəstək olarıq. Qəsdən eləyir, elə bil. Dəsmə. Valla dəhşətdirlər. Sən şəhərdə yaşayırsan. Şəhərdə yaşayırsansa şəhərin kuralları var. O rayonda kural işləmir, şəhərdə var. Yəni şəhərin kuralı nədir? Sabahın xeyri, evi necəsən? Ənvər, üzr istəyirəm. Şəhərin kuralı nədir? Mərtəbəndə 4 dənə lift varsa, 4-ünü basmaq məcburiyyətində deyilsən də. 4-ünü də basır ki, 4-ü gəlsin. Yəni belə vacib adamlar var, təsəvvürə gətirsən. Qardaş, vacib adamlar o dövlət başçısıdır, nazirlərdir, hansı ki tələsiz saniyəsi rol oynayır da, protokol falan. Sən adi bir insansın da, uzaqbaşı biznesmensin. Nə olsa adi insansan da. Yox, 4-ünü də basır. Görürəm, bizdə mərtəbədə 2 dənə liftdir, görürəm. İkisi də qalxır 13. Aşağı hamıdırca gözləyir, tıxacır. Birini bas, gözlə. Uzağa 30 saniyə çox gözləyirsən. Bax, problem ondadır. Şəhərin kurallarını bilmirlər. Şəhərin kuralları bir-birimizə qarşıdır. Hörmətlikdir. Yəni, sən yol verməyi bacarmalısan, növbə durmağı bacarmalısan, liftə çağırıb gözləməyi bacarmalısan, sonra produktovoy mağazində gözləməyə bacarmalısan, suya görə dalaşmaq lazım deyil. Bu şəhərin kurallarıdır da. Neysə, onu da çəkdim.